Salam hörmətli müdavimlər. Bugünkü videomuzda sizinlə biz əmək məcəlləsinə aid bir sıra test nümunələri ilə tanış olacağıq. Diqqətli olsanız, siz özünüz də bu testlərin doğru cavab variantlarını tapacaqsınız. Çünki əmək məcəlləsinə uyğun şəkildə tərtib edilmişdir bu testlər. Başlayırıq test 1-dən. Sual bizə verilir ki, Azərbaycan Respublikasının əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktlara aiddir. Baxın, bir məsləhət eləyim sizlərə. Sualın sonluğuna mütləq baxın. Aiddir, aid deyil, uyğundur, uyğun deyil. Biz sualı sona qədər oxumuruq deyə bəzən imtahan zamanı və buna görə də çoxlu yanlışlıqlarımız olur. Bizdən aid olan soruşur. Yəni Əmək Məcəlləsinin 1-ci maddəsində göstərilən əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktları soruşur. Baxırıq cavab variantlarına. A variantı hüquq bərabərliyinin təmin edilməsi, B variantı maddi, mənəvi, sosial, iqtisadi və digər həyat tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, C variantında müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyət çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlar, D variantında isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarını və bu hüquqların həyata keçirilməsi təmin edən qaydaların minimum normalarını müəyyən edir. Yəni bizdən soruşulan Əmək Məcəlləsinin 1-ci maddəsidir. Yəni sualın fikir verin məqsədinə əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktları soruşur. Burada da doğru cavab variantımız bizim variantlar daxilinə baxsaq C variantıdır. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyət çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlar, bəli, əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktlardan biridir. İkinci testə baxırıq. İkinci test bizdən soruşur ki, Azərbaycan Respublikası əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktlara aid deyil. Üzr istəyirəm. Deməli, birinci testdə fikir verirdisə, aid olanı soruşurdu. İndi isə aid olmayanı soruşur. Cavab variantlarına baxırıq. Əmək sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr. Fikir versəniz birinci maddəyə bu var. B variantına baxırıq. Azərbaycan Respublikasının müvafiq qanunlarından. C variantı Azərbaycan Respublikasının əmək qanunverici sistemi. Bəli, B və C variantı da eyni ilə A variantında olduğu kimi birinci maddənin tərkibində var. Yəni əmək qanunverici sisteminə daxil olan normativ hüquqi aktlardan biridir bunlar. D variantında isə deyir bizə mənafelərin haqq, ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması. Bu isə artıq əmək məcəlləsinin vəzifə və prinsiplərinə aid, yəni ikinci maddəyə aid olduğu üçün doğru cavab variantımız burada D variantıdır. Üçüncü testə baxırıq. Üçüncü test bizdən soruşur ki, Azərbaycan Respublikası əmək məcəlləsinin vəzifə və prinsiplərinə aiddir. Fikir verin. Vəzifə və prinsiplərindən artıq sual verməyə başladı bizə. Yəni ikinci maddədən. Diqqət eləmək lazımdır. Yəni getdikcə testlərimiz bir qədər çətinləşəcək. Baxırıq A variantına. Azərbaycan Respublikasının əmək məcəlləsi işçilərlə işə götürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərini tənzim edir. B variantı işə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi, kontraktı bağlayaraq müvafiq iş yerində haqqı ödənilmək çalışan fiziki şəxs, bu səhv variantdır. C variantına baxırıq. Əmək qanunvericiliyində kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işə götürənlə qarşılıqlı razılıq. Baxın, bir də D-yə baxaq. D variantı bu məcəllə işə götürənin xam malından, istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. Baxın, burada doğru cavab variantı A variantıdır. B, C və D variantlarına gəlir. B, C variantı əmək məcəlləsinin 3-cü maddəsinə aiddir. Yəni anlayışlardan söhbət gedir. İşə götürən kimdir, işçi kimdir? Yəni müəssisə nədir? Bu ştatın özü, sonra 17 dənə punkt vardı orada. 17 anlayış var. 17-ci hətta tətil anlayışıdır. Tətil də çox vaxt yoldaşlarımız səhv salırlar. Tətil istirahətlə səhv salırlar. Bir də D variantına baxaq. D variantı isə bizə deyir ki, əmək məcəlləsi işə götürən xam malından istifadə. Yəni bu əmək məcəlləsinin tətbiq edildiyi iş yerlərinə aid olan bir cavab punktudur. Yəni 4-cü maddəyə aiddir. Burada doğru cavab variantımız, yəni bizdən soruşulan nədir? Əmək məcəlləsinin vəzifələri və prinsipləri. Yəni ikinci maddəni soruşur. Təbii ki, burada doğru cavab variantı A variantıdır. Çünki əmək məcəlləsi işçilərlə işə götürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Bu əmək məcəlləsinin vəzifə və prinsiplərinə aiddir. Dördüncü testə baxırıq. Dördüncü testə fikir verin. Sual bizdən soruşur ki, işçi kimdir? Baxın, bu artıq əmək məcəlləsinin 3-cü maddəsidir. 3-cü maddə nə idi? Dedik ki, anlayışdır. Fikir verdinizsə 3-cü testdə
Bunun cavabı var idi. Baxaq cavab variantlarına. A variantı işə götürənlə əmək münasibətlərində olan, əmək məcəlləsi ilə müəyyən, əmək məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək sosial-iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanun mənafelerini kollektiv halda müdafiə etmək səlahiyyətə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi. Bu işçidirmi? Təbii ki, xeyr. Daha sonra baxırıq B variantına. İşə götürənin əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının əsasına yazılı formada bağlanan əmək, sosial-iqtisadi və məişət və digər münasibətlər tənzimləyən müqavilədir. C variantına baxırıq. İşə götürənlə fərqli qaydada yazılı əmək müqaviləsi kontraktı bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsə bəli, işçi deyirik. Bizdən də soruşulan buydu zaten. Yəni işçi kimdir? Doğru cavab variantı C variantıdır. D variantına baxırıq. D variantı deyir ki, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin, xidmətlərin məcmusudur. Bu doğru cavab variantıdır. Ümumiyyətlə 3-cü maddəni yaxşı formada öyrənin. 17 punktdan ibarətdir. Çox vaxt oradan sual düşür. 5-ci suala baxırıq. 5-ci sual bizdən soruşur ki, əmək şəraiti dedikdə nə başa düşülür? Yenə də bu anlayışlardan sualdır bizə. 3-cü maddədən sual verilir. Baxırıq doğru cavab variantına. İşçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları əmək məcəlləsində, yəni bu məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində tərəflərin özləri müəyyən etdiyi əmək sosial və iqtisadi normaların məcmusu. B variantına baxırıq. Əmək məcəlləsi, yəni bu məcəllə ilə işə götürən xam malından istehsal vasitəsindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. Daha sonra C variantına baxırıq. Hüquq bərabərliyin təmin edilməsi. D variantı işçilərin təhlükəsizlik və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə əmək məcəlləsi ilə və digər normativ hüquqi aktlarla, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə, profilaktik tədbirlər, normaları və standartları sistemidir. Yəni əmək şəraiti deyəndə nə başa düşülür? Sualımız bu idi bizim. Burada doğru cavab variantına fikir verin. A variantıdır. İşçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu məcəllədə, yəni əmək məcəlləsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsində tərəflərin özləri müəyyən etdiyi bir dəqiqə nəsə deyəsən bizim bir balaca texniki problemimiz yarandı testlərimizlə bağlı. Aha, açıldı. Doğru cavab variantı özləri müəyyən etdiyi əmək sosial və iqtisadi normaların məcmusuna deyilir əmək şəraiti. Daha sonra baxırıq 6-cı testdə. 6-cı test burada əmək məcəlləsinin tətbiq edildiyi iş yerlərinə aid olan bəndi göstərin. Əmək məcəlləsinin tətbiq edildiyi iş yerlərini bilmək üçün əlbəttə ki, biz nə etməliyik? Əmək məcəlləsinin 4-cü maddəsinə mütləq şəkildə baxmalıyıq. Cavab variantlarına baxırıq. Əmək məcəlləsi işə götürən xam malından istehsal vasitəsindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də aid edilir. Yəni sual tam şəkildə yerləşdirilməyib. B variantı hərbi hissə. Daha sonra C variantı hakimə, D variantı komisyon fəaliyyətlə məşğul olanlara. Sual nədir? Əmək məcəlləsinin belə deyim də tətbiq edildiyi iş yerlərindən sual verilirdi bizə. B variantı, C variantı, D variantına baxsaq, bunlar 6-cı maddədə var. Yəni əmək məcəlləsinin tətbiq edilmədiyi şəxslərdən söhbət gedir 6-cı maddədə. Bizdən isə soruşulan tam tərsinə əmək məcəlləsinin tətbiq edildiyi iş yerləridir. Təbii ki, əmək məcəlləsinin tətbiq edildiyi iş yerləri əmək məcəlləsinin 4-cü maddəsində göstərildiyi kimi işə götürən xam malından istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də aid edilir. Yəni burada doğru cavab variantımız A variantıdır. 7-ci testə baxırıq. 7-ci test deməli əmək məcəlləsinin tətbiq edildiyi digər iş yerləri və qulluqçular 3, 4, 5, 6 6 və 7. 7-ci testi artıq. Deməli, bu testin doğru cavabını tapmaq üçün mütləq şəkildə əmək məcəlləsinin 5-ci maddəsinə baxmalıyıq. Əmək məcəlləsinin 5, bax bu sualı belə deyim, ev tapşırığı kimi verim. Arasa bax 3 saniyə pauza verin telefonda və ya kompüterdə baxırsınız, planşetdə baxırsınız, video pauza verin. Cavabı mən sizə deyəcəm 3 saniyə ərzində. Biraz özünüz də fikirləşin.
Bu testimizin doğru cavab variantı fikir verin C variantı. Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlara müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, Əmək Məcəlləsi nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Burada doğru cavab variantı C variantı. Yəni variantlar biraz geniş olduğu üçün vaxt itirmək istəmədim. Keçək 8-ci test sualına. 8-ci test bizdən nəyi soruşur? 8-ci test bizə deyir ki, Əmək Məcəlləsi kimə şamil edilmir? Əmək Məcəlləsi kimə şamil edilmir? Sualın cavabını tapmaq üçün Əmək Məcəlləsinin mütləq şəkildə 6-cı maddəsinə baxmalıyıq. Əmək Məcəlləsinin 6-cı maddəsində belə deyim, Əmək Məcəlləsinin tətbiq edilməyən kimlərə şamil edilmir? Belə gedir maddə. Orada geniş şəkildə göstərilib. Baxır cavab variantlarına: hərbi hissə komandirinə, müəllimə, aparıcı məsləhətçiyə, təhsil sektoru müdirinə. Təbii ki, burada doğru cavab variantımız A variantıdır. Çünki müəllimdir və ya dövlət orqanında çalışan, yəni dövlət qulluqçuları da aparıcı məsləhətçilər onlara şamil edilir. Daha sonra təhsil sektoru müdirləri, bəli, Əmək Məcəlləsi onlara da şamil edilir. Yalnız hərbi hissə komandirinə burada, çünki hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. Hərbi qulluqçuların vəzifə və öhdəlikləri hərbi nizamnamələrlə təyin edilir. 9-cu testə baxırıq. 9-cu test bizdən soruşur ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid olan bəndi göstərək. A variantına baxırıq. Həyatının sağlamlığını və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək üzrəsin. B variantı əmək qanunvericiliyinin tələblərinə əməl etmək. C variantı işçilərdən əmək müqaviləsində müəyyən edilmiş şərtlərin öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirməsini tələb etmək. D variantı əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar və qaydada pozmaq. Baxaq. Deməli, bu testin cavabı, ümumiyyətlə doğru cavabını tapmaq üçün Əmək Məcəlləsinin 9-cu maddəsinə baxmalıyıq. Çünki əmək müqaviləsi üzrə işçilərin hüquqları var. Burada doğru cavab variantımız A variantıdır. Əmək Məcəlləsinin 9-cu maddəsinin C bəndində bu geniş şəkildə göstərilmişdir. A variantı bu testimizin doğru cavabıdır. 10-cu testə baxırıq. 10-cu test bizdən soruşur ki, işə götürən əsas vəzifələri və işə götürən əsas vəzifələri və məsuliyyətinə aiddir. İşə götürən vəzifə və məsuliyyəti ümumiyyətlə bir qayda olaraq Əmək Məcəlləsinin 9-cu, 10-cu, 11-ci və 12-ci maddələrini yaxşı formada öyrənmək lazımdır. Bir də Əmək Məcəlləsində 10-1-ci maddə var ki, o da yaxşı maddədir. Orada yaşla bağlı çalışmanın yaş həddini göstərilib orada. O maddədən az sual düşür imtahanlarda. Belə digər maddələri 5 dəfə oxuyanda onu bir dəfə oxumağınız məsləhətdir. 10-cu testə baxırıq, daha doğrusu 10-cu maddə nə idi? A variantına baxırıq. Əmək Məcəlləsində müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək, yəni işə götürən əsas vəzifə və məsuliyyətindən söhbət gedir. Sualımız bir daha yadımıza salaq. B variantı əmək müqaviləsinin şərtlərini və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, işgüzar keyfiyyətinə, əməyin nəticələrinə, peşəkar səviyyəsinə uyğun olaraq işçinin müvafiq vəzifələrə irəli çəkməkdir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. Sadəcə olaraq belə testlərdə biz nə etməliyik? Diqqətli olmalı olduğumuz məqam ondan ibarətdir ki, testlərin maddələrə əsaslandırılmış formada hazırlayırlar imtahanda. Mütləq şəkildə maddələri belə deyim, ad-ba-ad yox, anlayaraq öyrənək. Mənim müdavimlərimin əksəriyyətində mən bunu görmüşəm. Əvvəl ilk baxışda, ilk hazırlıqlarda nə edirlər? Başlar əzbərləməyə. Xeyr, əzbərləmək lazımdır. Ümumiyyətlə qanunvericiliyi əzbərləmiş formada öyrənirsənsə, yəni inanın ki, yadınızda heç nə qalmayacaq. Heç nə yadınızda qalmayacaq. Səmimi sözümdür. Anlayaraq öyrənməyə çalışın. Bunun yolu budur. Başqa yolu yoxdur bunun. Bu 10-cu testimizin də doğru cavab variantına gəldikdə isə əmək müqaviləsinin şərtlərini və onların nəzərdə tutulan öhdəliklərinə əməl etməkdir. Bu həm işə götürənə aiddir, həm işçiyə aiddir. Burada doğru cavab variantı B variantıdır. 10-cu testimizdən söhbət gedir. Baxırıq indi sizlərlə 11-ci testimizə. 11-ci testimiz bizdən soruşur ki, əmək müqaviləsinin tərəflərinə aid olan bəndi göstərək. Əmək müqaviləsinin tərəflərindən söhbət gedirsə burada, biz bilirik əmək müqaviləsinin tərəfləri kimlərdir? İşçi və işə götürən. Baxırıq cavab variantlarına.
A variantı əmək müqaviləsinin şərtlərinə və onların nəzərdə tutulan öhdəliklərə əməl etmək. B variantı əmək qanunvericiliyinin tələblərinə əməl etmək. C variantı hər birinə şamil edilir, yəni bütün variantlar doğrudur. D variantı əmək müqavilələri sərbəst bağlanır və əmək münasibətləri yaratmayan və yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Təbii ki, baxın, əvvəldə nə dedim? Əmək müqaviləsinin tərəfləri deyəndə biz kimi nəzərdə tuturduq? İşçi və işə götürən. Yəni işçi və işə götürən əmək müqaviləsində tərəf rolunu oynayır. Burada doğru cavab variantımız fikir verirsinizsə D variantıdır. Çünki əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibəti yaratmayan və yaratmaq istəyən heç kəs əmək müqaviləsini bağlamağa məcbur edilə bilməz. Yaxşı, sualımız nə idi? Əmək müqaviləsinin tərəflərindən söhbət gedirdi. Sualımız bu idi. Biz bu sualın doğru cavabını bilmək üçün, ümumiyyətlə bu tip sualların doğru cavabını tapmaq üçün mütləq şəkildə əmək məcəlləsinin 42-ci maddəsini baxmalıyıq. Əzbərləməliyik deməli deyil, demirəm ha. Yəni əzbərləməliyik deyə bir şey yoxdur ümumiyyətlə. Qanunvericiliyə əzbərləsən, heç sən gedib yaza bilməyəcəksən, inan sən. Sadəcə olaraq praktik cəhətdən bir balaca özünüzdə işləyərək bu testlərin cavabını tapa bilərsiniz. Yəni əmək məcəlləsi bir qədər təhsil qanununa baxanda çətindir. 12-ci testə baxırıq. Yəni 11-ci testimizi bildikdə D variantıdır. 12-ci testə baxırıq. 12-ci testdə əmək müqaviləsinin müddətinə hansı bənddə uyğundur? Yəni burada biz nə öyrənmişdik dərslərimizdə? Ümumiyyətlə əmək müqavilələri neçə cür olur? Müddətli və müddətsiz. Yəni iki formada olur. Bizdən soruşulan əmək müqaviləsinin müddəti hansı bənd müddətinə hansı bənd uyğundur? Yazır ki, A variantı hər birinə şamil edilir. B variantına baxırıq. Əmək müqaviləsi müddətsiz və müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. C variantı işgüzar keyfiyyətinə, əməyin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçinin müvafiq vəzifələrdə, peşələrdə irəli çəkmək. Bu ümumiyyətlə testimizə aid olan bir cavab variantı deyildi. C variantı. D variantına baxırıq. Yəni yanlış variantı C variantı. D variantına baxırıq. Əmək müqaviləsi bir qayda olaraq müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. D variantı da yanlış variantdır. Niyə görə? Çünki əmək müqaviləsi bir qayda olaraq müddətli bağlanmalı deyə bir şey yoxdur. Müddətsiz bağlanan əmək müqavilələri də var. Yəni avtomatik olaraq A variantı da burada yanlış variant kimi qiymətləndirilir. Çünki hər birinə şamil edilir yazılıb orada. Burada doğru cavab variantımız 12-ci testimizdə B variantıdır. Əmək müqaviləsi müddətsiz və müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 13-cü testə baxırıq. Hansı variant doğrudur? 13-cü testimizdə sadəcə maddələrdən heç birindən, yəni ümumilikdə sual getmir. Yəni biz bilmirik ki, hansı maddəyə uyğundur. Sadəcə olaraq istinad verir ki, indi belə deyək də, indi cavab variantlarına baxdıqca biləcək hansı maddədən söhbət gedir. Amma ümumən belə maddədən sualda yoxdur. Baxırıq. A variantı. Deyir, doğru olanı seçək də. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 1 ildən artıq müddət davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir ki, B variantı. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 6 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu da yanlış cavabdır. C variantına baxırıq. C variantında bizə deyir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. D variantında isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 3 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Burada doğru cavab variantı biz bilirik ki, necə tapmaq olar? Əmək məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndini mütləq şəkildə bilmək lazımdır. Çünki əmək məcəlləsinin 5-ci maddəsi, daha doğrusu 45-ci maddəsinin 5-ci bəndi bizə deyir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yəni doğru cavab variantımız C variantıdır. 14-cü testə baxırıq. 14-cü test bizdən soruşur ki, əmək müqaviləsi bağlanılarkən işçinin təqdim etdiyi sənədlərə aid deyil. Baxın, bunu da bir qədər öncəki, yəni variantları uzundur deyə, cavab variantları uzun olduğu üçün vaxt itirmək istəmirəm. Bunu da ev tapşırığı olaraq sizlərə verirəm. Komment hissələrinə yazarsınız. 15-ci testə keçək. 15-ci test bizdən soruşur ki, deməli, 6 ay müddətinədək bağlanılmış əmək müqaviləsinə ən çoxu nə qədər sınav müddəti verilə bilər? Biz bilirik ki, sınav müddəti əmək məcəlləsinin 51-ci maddəsində geniş şəkildə yazılıb. Yəni cavab variantımız ona istinadən olmalıdır. Yazır ki, bizdən soruşur 6 ay müddətinə qədər, yəni 6 aya qədər. Aydındır. 6 aya qədər olan müqavilələrdə sınav müddəti maksimum nə qədər verilə bilərdir? Əmək məcəlləsinin 51-ci maddəsi bizə deyir ki, maksimum 2 həftə. Aydındır. Yəni doğru cavab variantımız elə B variantıymış. Görsənilmiş. 2 gün, 2 ay, 2 saat bunlar da verilə bilər. Amma bizdən
ən çoxun soruşduğu üçün fikir verirsiniz. 2 gündə düz cavab variantı 2 saat da ola bilər. 2 ay ola bilməz. Çünki 6 aydan çox müqavillərdir. C variantı yanlışdır onlardan da. Amma A variantı, B variantı, D variantı doğrudur. 2 gündə, 2 həftədə, 2 saatda verilə bilər. Amma bizdən sualda nə soruşur? Ən çoxu nə qədər sınav müddəti verilə bilər? 2 həftə. 2 təqvim həftəsindən söhbət gedir. Deməli yoldaşlar, 15 testi sizlərlə izah etdik. Hətta 16-cı testə də keçə bilərdik, amma videonun uzun olmasını istəmirəm. Belə videoların davamlı şəkildə gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmanızı tövsiyə edirəm və fikir və iradlarınızı, təkliflərinizi videonun şərh bölməsində bildirə bilərsiniz. Çox sağ olun, minnətdarım.